Bunu sizdən yaxşı məncə heç kim bilməz. Məncə də. Görüm nədir? İxtilaf var, dədiyyədir, yoxsa meyxanadır. Stəkanı niyə düzəldirlər? İçinə maye tökülsün də. Nerede oynayanda zər atmaq üçün düzəltməyiblər ki, stəkanı. Əbcəd hesabı ilə 1000 ilə ya 14-dür. Əbcəd Əkbər var, Əbcəd Əsxər var. Onlar fərqlidir. İndi kim sübut eləyə bilər ki, bu mey içilən yerdə deyilib ona görə belədir? Bu yaxşı şeydir də, tüm çıxdıysa rezit eləyir adamı. İndi onu çıxdıyarlar plastika toyunda falanda da, filarmoniyada üstümüzə çıxdıyarlar. Aydın gurlayanda Vüqar uşaq idi, Aydına həsrətlə baxırdı. Vüqar gurlayanda Aydın xəstə idi. Onun öz şirinliyi var, bunun öz şirinliyi, ikisi də şirindir. İkisinin də üstündə əziyyətimiz var, halal xoşları, Allah axirətlərini versin. Və Aydın əzini verən dövrdə Aydın məsciddə axran işləyirdi.